Çox dadlıdır. Belə bir mif var. Pəhrizdəsənsə dönər yeyə bilməzsən. Təbii ki, yeyə bilərsən də ən dadlısını. İndi pəhriz dönəri hazırlayırıq, amma öncə gedirik ərzaqları almağa. Getdik. 2-15 dekabr tarixlərində Walmartda toyuq məhsullarına bənzərsiz endirimlər başlayır. Siyazan açıq filə 8.59 deyil, 6.99. Siyazan toyuq 6 manat 9 qəpik deyil, 4.98. Siyazan ciyər 3.49 deyil, 2.99. Səba toyuq 6.59 deyil, 5.49. Səba but 5.49 deyil, 4.79. Şərur toyuq 5.99 deyil, 5.29. Şərur filə 7.99 deyil, 6.99. Hinduşka əti məhsullarına isə 31 dekabrədək endirim davam edəcək. Hinduşka but 12.49 deyil, 9.39. Hinduşka qanat 12.49 deyil, 9.39. İnduşka raqut 12.99 deyil, 10.29. İnduşka but dibi 23.99 deyil, 19.99. Belə ki, alış-verişinizi Ozi kartla edin ki, 1,5% kəşbek qazanasınız. Keçə indi isə dönərin hazırlığına yulaf və suyu belə qarışdırıb, daha sonra onu Ozi qızardıram. Walmartdan aldığım döş ətində qızardıqdan sonra pəhriz dönərimi hazırlamağa başlayıram. Tərkibini istəyə görə dəyişə də bilərsiniz. Çox dadlıdır. Mama. Kırçıkları bu isterim. Sifariş böyük yerdəndir deyib, indi isə onun istəyini hazırlayıram. Nasılsın?